Salam hamıya. Mən bu gün sizə 3D şəklini necə videoya və şəkilə çevirməyi göstərəcəm. Zəhmət olmasa kanalıma abunə olun və like atın. Ümumiyyətlə bu dərsləri əslində pulla öyrədirlər, ayrı bir yerlərə gedəndə. Amma mən sizə bunları pulsuz göstərəcəm və zəhmət olmasa sizdən xahiş edirəm, bir dənə kanalıma abunə olun və like atın. Getdik. Mən bu gün Polad Alimdarın şəklini 3D versiyasında eləyəcəm və onu videoya çevirəcəm. Zəhmət olmasa baxın. Keçirik. Məsələn, Polad Alimdarın səsini seçdik. Baxın. Bu birbaşa Polad Alimdarın şəklini 3D versiyasına çevirir. Diqqətlə baxın. Gördünüz, çox qəşəngdir. Sonra, məsəl üçün, bu şəklin üstünə vuran kimi burada animati sözü var. Onun üstünə vurursunuz, bu animati sözünü vurdunuz, getdi. Sonra təzədən buradakı şəkillərin üstünə yenə də eyni şəkildə animati vurdunuz, gedir düzəltməyə. Təzədən bu şəkilə vurursunuz, yenə animati söz. Sonra buna da belə. İstəsəz sonra prompt yaza bilərsiniz. İstəsəz, məsəl üçün, belə gördünüz, belə bir şey düzəltdi. Çox qəşəng düzəldir. Yəni, sonra istəyirsiniz. Yəni, belə çox qəşəng düzəldir. Gördüyünüz kimi, baxın, çox qəşəng düzəldir. Əslində, bu pulsuzdur. Yəni, bu Meta ID Qroku bildiyiniz kimi bağladılar və bunu pull elədilər də. Qroku pull elədilər, ücrətli elədilər. Yəni. Bu Meta isə pulsuzdur. Hələ ki pulsuzdur. Ola bilər, yəni pullu da eləyə bilərlər. Və zəhmət olmasa sizdən xahiş edirəm, kanalıma abunə olun və like atın. Hansı videoları istəyirsiniz, kim öyrənmək istəyirsə, mənlə əlaqə saxlaya bilər belə bir şeyləri. Nömrəm 055 756 80 50. Yəni, əlaqə saxlayın. İmkan dairəsində abunə olun və like atın. Bunları sizə pulsuz da öyrədə bilərəm. Yəni, heç bir miqdarda pul istəmərəm. Sağ olun. Allah var eləsin. Xahiş edirəm, kanalıma abunə olun. Sağ olun.